Media Doktor, sağlığın varlığındır. Hər vaxtınız xeyir olsun, Media Doktorun efirini dinləyirsiniz. Mənim qonağım bugün Könül Mərdanovadır. Onkoginekoloq mütəxəssisimiz Milli Onkologiya Mərkəzinin həkimi. Doktor, xoş gəldiniz. Hər vaxtınız xeyir olsun. Bu arada diqqətinizə çatdırım ki, Könül xanım da öz fəaliyyəti dönəmincə bir çox insanların öz sağlamlığına qovuşmasında əhəmiyyətli rol oynayıb və öz sahəsində sayılıb seçilən həkimlərdəndir. Doktor, hətta bildiyim qədərilə məşhurlarımız da var pasientləriniz sırasında və şükürlər olsun ki, hər birdə yaşayırlar, həyatdadılar. Bunu vurğulamağımın əsas səbəbi ondan ibarətdir ki, insanlar xərçəngə çox ümidsiz yanaşırlar. Bugün 4 fevral xərçənglə mübarizə günüdür. Və hər il artıq 2000-ci ildən bu günə bu bütün dünyada sizin dediyiniz kimi bir sos siqnalı kimi yenə də fikirləri bu xəstəliyə cəmləşdirmək üçündür və günümüzdə öz aktuallığını qoruyan, çox təəssüf olsun ki, statistik rəqəmlər ürək açmayan bir xəstəlikdən danışırıq ki, Qlobakanın 2022-ci il statistikasına baxsaq 20 milyona qədər belə deyək xərçəng xəstələnmə halları göstərilir və ölüm statistikası demək olar ki 50% üzərindədir. Və bu rəqəmlər çox belə deyək ürək açan rəqəmlər deyil. Ona görə də bu mövzu öz aktuallığını qoruyur. Xəstələnmə hallarının artması, xəstəliyin cavanlaşması, risk faktorlarının günümüzdə daha çox olması. Ona görə də ictimaiyyətin belə deyək fikrini 4 fevralda daha çox bu xəstəliyə cəmləyirik ki, ən azından bilgili olsunlar, ən azından bu xəstəlikdən qorunmağın yolları nədir və hər zaman biz deyirik ki, xərçənglə mübarizədə bizim əsas silahımız erkən müayinədir. İkincili və birincili profilaktika dediyimiz, yəni risk faktorlarını bilməyi aradan qaldırmaq və ikincili profilaktika isə erkən müayinədir. Bugün də həm risk faktorlarını qeyd eləmək lazımdır, həm necə qorunmaq lazımdır. Ümumiyyətlə bu xəstəliyə yoluxduqsa daha sonra nə olunmalıdır, kimlərə, hansı mütəxəssislərə müraciət olunmalıdır, müalicə bitdimi, hər şey bitirmi? Xeyr, onu nəzərə almalıdırlar ki, mütləq bir onkoloji xəstə, qeydiyyatda olan onkoloji xəstə mütəmadi olaraq müayinələrdə olmalıdır. Bəzən bugün də elə baxdığımız bir pasient, bir il öncə cavan bir qızımızdır, uşaqlı boynu xərçəngi ilə bizdə əməliyyat olunub uşaq almış bir pasient. Deyir, doktor, mən bilmədim ki, gəlmək lazımdır. Halbuki insana deyilir 3 aydan bir müayinəyə gəlmək lazımdır. Resizivlə müraciət edirlər. Yəni və yaxud da ki, xəstə gedir 3-5 il müddətində müayinə olunmur, özünü yaxşı hiss edir, müəyyən müddətdən sonra hər hansı bir orqanda narahatçılıqla müayinə zamanı metastaz. Yəni bunların hamısını pasientlərimizə məqsədimiz çatdırmaqdır. İnsanları qorxutmaq deyil, sadəcə insanları bilgiləndirməkdir. Bu qədər maarifləndirici söhbətlər aparmasına baxmayaraq